Ya Allah, insan övladı doğulduğundan ta ölümünə qədər müxtəlif onda hiss və düşüncələr yaranır, formalaşır. Müsbət hisslər var, mənfi hisslər də var. Müsbət hisslər və duyğular inamdır, eşqdir, sevgidir, səmimiyyətdir, mərhəmət hissidir. Bununla bərabər çox təəssüflər olsun ki, insan övladında şeytanın vəsvəsəsi nəticəsində paxıllıq, kin, küdurət, qəzəb, nifrət kimi mənfi duyğular da yaranır. Paxıllıq, kinin, küdurətin, qəzəbin başqasına fiziki olaraq açıq şəkildə ziyan vurmağı bizi təşviq edən ən pis duyğulardan biridir. Bəs paxıllıqdan necə xilas ola bilərik? Ümumilikdə qeyd edək ki, paxıllıq nədir? Dini nöqteyi nəzərdən, psixoloji nöqteyi nəzərdən paxıllıq bir şəxsin uğurlarına açıq şəkildə qısqanmaqdır. Yəni bir şəxs uğur qazanır, ya bir elmi var, vəzifəsi var, maşını var, nəsə bir mülkü, malı, dövləti var, sənin də qəlbində ona qarşı bir mənfi bir hiss yaranmağa başlayır. Paxıllıq hissi yaranmağa başlayır. Quran-ı Kərimin də Fələq surəsinin 5-ci ayəsində uca Rəbbimiz buyurur ki, və bir də paxıllığı tutan paxılın şərindən Allaha sığınıram. Əgər görsəz ki, hansısa bir şəxsdən sizə qarşı belə bir hiss və duyğu yaranıbsa, tez bir şəkildə Allaha pənah aparın. Və görsəz ki, sizdə kiməsə qarşı bir paxıllıq hissi yaranır. Yəni, biz günahkar bir bəndələrik. Hər bir günahkar bəndənin daxilində mənfi xüsusiyyətlərin olması da labüddür. Kimi də azdır, kimi də çoxdur. Peyğəmbərlər və 14 məsum xaricində bütün insanların qəlbində zərrə qədər də paxıllıq hissi ola bilər. Bəs bundan necə qurtulmaq olur? Birinci növbədə gözümüzün qarşısına həmin insanın keçdiyi əzablı yolu götürək ki, bax bu bəndə əzab çəkib, əziyyət çəkib, bu malı, dövləti bax bu şəkildə qazanıb, gəl mən də Allaha yalvarım, Allah da mənə ona nəsib etdiyi gözəllikləri nəsib eləsin. Paxıl insan birinci ölümü unutmamalıdır. Unutmamalıdır ki, təkcə bu dünya maddi aləmlə bitmir, bunun xaricində mənəvi bir dünya da var. Paxıllıq edərək bu maddi aləmdə öz dünyasını çirkləndirməməlidir. Üçüncü növbədə insan daxilində ilahi bir nur daşığını düşünməlidir ki, Allah Taala məni bu dünyaya gətiribsə, deməli Rəbbim məni sevir. Hər bir insana bir nemət verirsə, bu bir imtahan vəsiləsidir. Əgər o insana böyük nemət veribsə, deməli onun Allah qarşısında imtahanı daha ağır olacaq. Əgər mənə az bir nemət verirsə, deməli məni də bu şəkildə sınayır ki, görsün ki, az nemətin müqabilində mən yoluma azacağam, yoxsa yox. Yəni, dördüncü növbədə, yəni paxıllıqdan xilas olmağın ən son gözəl bir nümunəsi də, əgər bir insana paxıllıq